Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Akşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, əksər gənclərin evlənməsində mane olan bəzi səbəblər. Deməli, bu kimi hallar əslində çoxdur və o səbəblərə bir sıra meyarlar daxildir. Gəlin onlara birlikdə baxaq. Deməli, yeni bir ciddi münasibətə başlayan hər hansı bir gənc oğlan və gənc qızla deyək ki, bu universitet tələbəsidir. Oğlan bitirib, işindədir, qız universitetin son kursundadır və bunlar danışırlar. Məsələn, belə götürün. Və qızdan qabaq qızın padurqası söhbətə müdaxilə edir. Qız qalır qıraqda, qızın padurqası az qala oğlanın nömrəsini alıb ona yazır. Bəs qızla danışırsan nə məsələ? Aya, qızın anası qalıb. Biraz kobud səslənəcək, amma olan vəziyyət odur. Qızın bacısı, qızın qardaşı, atası, anası qalıb. Sən düşmüsən ortalığa. Nə məsələdir? Səni qaynadan, səni yoran, səni narahat edən nədir? Və bunlardan da əlavə, oğlan tərəfdən də bilirsiniz hansı hallar baş verir? Oğlan, belə düşünün, özü ailəsi ilə evdə yola gedə bilmir. Lətifəsi uzaq it pişik kimi düşünün. O deyir, bu deyir, o deyir, bu deyir. Xırda detallara görə problem və plus da düşünür ki, bu yaşadığı evə hər hansı bir qızı gətirib o qızı da bədbəxt eləmək. Və o bədbəxt olacaqdırsa, elə olaydı da elə atasının anasının evində. Onu gətirmək nə mənası var? Və gəlin götür, gəldilər və yenidən başlayır. Təsəvvür edin, birinci mübahisə olur, iki qat mübahisə. Və sən səhv olursan burada. Çünki sən ailənlə yola getmirsən. Sən gətirdiyin yoldaşınla eyni evin içərisində onlarla birlikdə mübahisələr artacaq. Plus aranızda qalxan hər hansı bir kiçik mübahisələr və nəticədə problemlər iki qat olacaq. Və hətta üç qat olacaq. Və qızın ailəsi tərəfindən adətən belə bir şey olur ki, hər hansı əksər ailələrdə qızlarını maddiyyatla istədiyi şeyləri təmin edə bilməyiblər. Bəzən qızlarda da olur belə bir hal. Qarşı tərəfdə maddiyyat, imkan, var, dövlət, %100 olması %80-90%. Sən bunu evində görməmsən. Gedib başqasının evində sənin bunu tələb eləməyə haqqın yoxdur və sən haqsız olursan axı burada. Mütləq şəkildə ən azından hər hansı bir ciddi münasibətə başlayacaq zaman bir-birini qarşı tərəfə dinləməyə bacarmaq lazımdır. Və qulaq as. Sən də qulaq as, o da bir-birinizə. Və qarşı tərəfdə bir-birinizi dinləyən zaman ən azından hər hansı bir müsbət və mənfi meyarlara uyğun olan sənin də pis cəhətlərin var, onun da. Və tapılacaq, ortasından da kres. Və danışın, onu da aradan qaldırın, geçsin. Yoxsa birin sən de, birin o desin və ya sən trip at, küs çıx get, o desin ki, əşi cəhənnəmə küs. Belə hallar olacaqsa, ailə qurmanın bir mənası yoxdur. Onsuz ya axırı ayrılıq, boşanma, ya da xəyanət. Mütləq şəkildə insanlar bu kiçik detallarda olsa da belə bir-birlərini dinləməyə bacarmalıdırlar. Bir-birlərini dinləməyən insan heç zaman sona qədər bir ailəli xoşbəxt ola bilməz. Və övladları da onların verdiyi travmalar səbəbindən bədbəxt olacaqlar. Baxacaqlar ki, nə anası normal oturub söhbət edə bilir, nə atası qulaq asmağı bacarmır. Belə ailə olarlar. Belə ailə yoxdur heç yerdə. Belə. Suallarınız olduğu təqdirdə şərh bölməsini yaza bilərsiniz. Və hər hansı fikriniz olduğu təqdirdə bölüşə bilərsiniz. Seanslarımız onlayn və əyani aparılır.